Müasir dövrün ən çox istehlak edilən qida növləri fast foodlardır, yəni ayaqüstü yeməklər. Bu qidalar arasında ən çox seviləni isə dönərdir. Müxtəlif məkanlarda toyuq və qırmızı ətdən fərqli dönər növləri hazırlanır. Bu fast foodu hər kəsə sevdirənsə, ağız dadına uyğun hər müştərinin öz sifarişi əsasında və tez bir zamanda ərsəyə gəlməsidir. Dönərin yaxşı hazırlanması və dadlı olması isə ilk növbədə onun ətindən asılıdır. Qarabağ zonasında öz fermamızda heyvanlar yetişdirilir. Gəlir Bakıda öz emalatxanamızda hazırlanır, emal olunur, şişlərə vurulur hazır şəkildə. Gətirilir bura bizə. Bizdə donmuş olmur, yəni təmiz, xalis mal olur. İlk növbədə dönər satılan obyektin təmizliyi və məkanın, həmçinin bu qida növünü hazırlayan ustanın sanitar-gigiyenik qaydalara əməl etməsi mütləqdir. Ustalar deyirlər ki, dönər hazırlamaq üçün istifadə olunan çiğ ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin ətin dönər çörəyi və ya lavaşın təzə olmasına, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət yetirilməlidir. Yəni çörəkdir, lavaşdır, standart olaraq mayonez sosudur, yəni bu bizim özəl sosumuz var. Pomidordur, xiyardır, yəni bir də ətdir. İskəndər də ki, suxaridir, mis qabda olur, suxaridir, üstünə lay-lay şəkildə ətdir. Özəl sosumuzu ona əlavə edirik, müştəriyə təqdim edirik. Dönər xüsusilə də tələbələrin çox sevdiyi yeməklərdən biridir. Demək olar ki, gün ərzində bir neçə dəfə dönər yeyən insanlar var. Bu da bir sualı ortaya çıxarır. Bəs yaxşı dönəri necə seçə bilərik? Yaxşı dönərlərdən biri də elə məhz İskəndərdir. Mən hal-hazırda onun dadına baxacağam. Hazırlanmış dönər 2 saat ərzində istehlak edilməlidir. İsti aylarda isə həmin müddət 1 saata kimi qısalır. Bütün bu sadalananlara diqqət yetirmədikdə dönərdən zəhərlənmə halları da baş verə bilər. Dönəri hazırlayan və istehlakçıya təqdim edən şəxsin özünün şəxsi gigiyena qaydalarına riayət edib edilməməsinə diqqət etməlidir ilk növbədə istehlakçı. Yəni həmin şəxsin əlində bir dəfəlik əlcəklərin istifadəsi, baş örtüyünün, bonenin olması, xüsusi geyimin, önlükdən istifadə edilməkdən söhbət gedir və s. Və etmək istəyirəm ki, dönərin hazırlamasında istifadə olunan ət mütləq şəkildə baytarlıq ekspertizasından keçirilməlidir. Mal qonşuluğu prinsipinə gəlincə isə çiğ ət, digər qida məhsulları ilə yanaşı saxlanılması, yəni istifadə olunan pomidor, xiyar və göyərtilərlə yanaşı saxlanılması tövsiyə olunmur. Onu da deyək ki, vətəndaşları qida təhlükəsizliyinə nəzarətin təmin edilməsinə cəlb etmək məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası yeni kampaniyaya başlayıb. Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşa gəlməz hallar olduqda 1003 çağrı mərkəzinə bu barədə məlumat verməyə, bu sahədə dəstək göstərməyə davam edir. Gülnar İlqar qızı, Emin Tağıyev, Zaur Həşimov, Telesəhər.